Korintxlarga yozilgan 2-chi xat. 1-chi bob. Xudoning irodasi bilan Ayso Masihga elchi bo'lishga chaqirilgan menki Pavlus va qarindishimiz Timotiydan Korint shahridagi Xudoga mansub bo'lgan e'tiqodchilar jamoatchiligiga jumladan Yunon o'lkasining har qaysi joylaridagi Xudoning barliq muqaddas xalqiga salom. Xudo otimiz va Rabbimiz Ayso Masih sizlarga mehr shafqat va omonlik ato qilg'ay. Rabbimiz Ayso Masihning otisi, ya'ni barliq tasallining manbasi bo'lgan Rahimdil otimiz Xudoga madhiylar o'qilg'ay. Her qandaq müşkülke uçurğunumuzda Xudo bizge təsəlli berib geldi. Şuna bizmu Xudodan ağan təsəlli bilen müşkül əhvalda qağallağa təsəlli berələyimiz. Biz Ayso Masih üçün köp azap oqubət çəkkən bolsaq, o arqılıq yana köp təsəlli mu tapımız. Bizning azap oqibət çekişimiz, sizlərning təsəlli tepişinla və qutquzuluşunla üçündür. Bizning təsəlli tepişimiz, sizlərning mu təsəlli tepişinla üçündür. Bu təsəlli arqılıq sizlər biz beşimizdən ötküzgəndək, azap oqibətki duç kəgəndə səvr taqat bilən bərdaşlıq berələysizlər. Şuna sizlərning bərdaşlıq berələydiğinlərə işençimiz kamil. Çünki biz bilimiz ki, sizlər biz çəkkən azap oqibətini çəkkəngi oxşaş, biz erişkən təsəlligi mu erişsizlər. Qerindaşlar, bizning Asiya ülkəsində çəkkən azap oqibətlərimizdən xəbərdar bolşunlarını toğru tapdıq. O vaxtlarda çidıqsız, eğir besim astıda, hatta hayatımızdan mu ümit üzgən idik. Könglimizdə hakikaten mu ölümgü məhkum bolduq deb oylagan idik. Bunundan biz özümüzge emas, ölüklerini tirildirdiğen, Xudog'la taynishimiz lozimligini tonib yetdik. Xudo bizni çoğun bir ölüm xavfidan qutuldurgan ve qutuldurdu. Ümidimiz bizni kelgüside yani qutuldurgan Xudoga bağlangan. Sizlarmu bizge dua qılıvatqanlığınlar sebebidin biz üçün qılıngan texmi köp dualar Xudoga yetip, Xudo bizni ölüm xavfidan qutuldurdu. Bunun bilen köpligen kişiler Xudoga şükürler etdi. Bu dünyanın danalığına emas, belki Xudoning şəfqətiga tayinib, yürüş turuşumuzda, bolubmu sizlər bilen boğan münasibətimizdə səmimi ve akgümül boğanlığımızga vicdanımız guvaqdır. Biz mana bunun bilen pəxirlinimiz. Bizning sizlərə yazğanlarımızda heç qandaq yoşurun mənə yoki sizlər düşünəlmigidək ya yoxdur. Mən şunu arzu qiliman ki, gerçi sizlər bizni hazırca to'liq tushunmasanglarmi, kelgusida to'liq tushungaysizlar. Shundaq bo'lganda, xuddi biz sizlar bilan faxrlanganimizdek, Rabbimiz Ayso qaytib kelgan kuni sizlarmu biz bilan faxrlanisizlar. Men bularga ishonch bilan qarg'ashqa, sizlarga qo'sh baxt elib kelishni o'ylab, Makedoniya o'lkasiga berishda oldi bilan sizlarga yo'liqib o'tishni, qaytishimda yana bir yo'liqib, sizlarning meni Yahudiya o'lkasiga yo'lga silib qo'yishinglarni niyat qilgan edim. Biroq qaytishimda sizlarga yo'l qolmadim. Bu niyetimning beqaror ekanligini ko'rsatarmi?
yoki men plan qilganda shaxsiy g'arziga yetish uchun birdam ha, birdam yo'q deydigan odamlardek bo'lib qoldimmi? Sizlarga aytgan so'zlarim xuddi Xudo ishonchi bo'lgandek ishonchlikdir. So'zlarim hargizmi birdam ha, birdam yo'q deb o'zgarib turmaydi. Men Silas va Timotilar bilan sizlarga xush xabarini yetkazgan Xudoning o'g'li Ayso Masih birdam ha, birdam yo'q deydiganlardan emasdir. U Xudoning bütün va'dalaridagi hadir. Xudoning bütün va'dalari Ayso Masih orqali amalga oshirildi. Shuning uchun biz Ayso Masih orqali amin deb Xudoni ulug'laymiz. Sizlar bilan bizni Ayso Masihga bog'lab, e'tiqodni mustahkam qiluvchi Xudodir. U bizni o'zi uchun tanladi. Qalbimizga muqaddas ruhni silish bilan bizga igdorchilik muhrini besib, uni o'z va'dasining to'liq amalga oshirganligining kafolati qildi. Xudo menga guvochi bo'lsinki, Korint shahriga qaytib bormaganligimning sababi sizlarga qattiq qo'lliq qilib qo'yishimdan saqlanish uchundir. Biz sizlarning e'tiqodinglar ustidan hukmronlik qilmoqchi emasmiz. Chunki shuni bilamizki, sizlar Xudoga tayinib, e'tiqodda mustahkam turyapsizlar. Biz faqat sizlarning xushal bo'lishinglar uchun sizlar bilan birga xizmat qilmoqchimiz.